Salam, hörmətli Zəngəzur TV izləyiciləri, günün ən son xəbərlərini diqqətinizə çatdıracağıq. Pakistanla Əfqanistanın arasında hərbi toqquşma baş verib. Əfqanistanın Gilmend əyalətində Pakistan hərbiçiləri ilə Taliban döyüşçüləri arasında silahlı toqquşma baş verib. Münaqişə Pakistanın keçid məntəqəsinin tikintisi fonunda yaranıb. Pakistan tərəfindən yeni sərhəd keçid məntəqələrinin tikinti fonunda Əfqanistanın Gilmend əyalətinin sərhəddi boyunca Pakistan qoşunları ilə Taliban arasında toqquşma baş verib, deyə məlumatda qeyd edilir. Türkiyə, ABŞ, Ukrayna və Rusiya prezidentləri görüşə bilər. Kiyevdə səfərdə olan Türkiyə Xarici İşlər Naziri Hakan Fidan Ukraynalı həmkarı Andrey Sibigi ilə birgə mətbuat konfransı keçirib. Konfransda Rusiya-Ukrayna sülh danışıqları ilə bağlı danışıb. Biz Rusiya-Ukrayna müharibəsini davam etməsinə ya göz yumacağıq, ya da bu illər ərzində daimə sülhə nail olacağıq. Danışıqlar konkret nəticə verə bilər. Rusiyanın Ukraynaya geniş miqyaslı hücumu boşa çıxıb. Bu gün Rusiya ordusu 92 ədəd İran istehsalı PUA-lar ilə Ukrayna şəhərini hədəfə alıb. Məlumata görə dronların 26-sı zenit raket bölmələri tərəfindən, 30 isə elektron müdafiə sistemləri tərəfindən məhv edilib. Qeyd olunur ki, İran dronları ilə Ukraynanın Sumi, Xarkov və Donetsk vilayətləri hədəfə alınıb. Hörmətli tamaşaçılar, aldığımız ən son məlumata əsasən Ukrayna prezidenti Vladimir Zelenski ilə Türkiyə Xarici İşlər Naziri Hakan Fidan arasında görüş başlayıb. Hörmətli Zəngəzur TV izləyiciləri, günün ən son xəbərləri bu qədər. Sağ olun, salamat qalın.